vaxtlardır biz efirə gedirik. İndi mən bir yoxlayım efirə gedib getmədiyimizi. Sonra davam edək. Müəyyən dərəcədə gecikmələr olur efirə gedəndə, amma yenə də baxaq. Əla. Xalq TV artıq efirdədir. Əla. Xoş gördük dəyərli insanlar. Bugün mövzunun başlığından da gördüyünüz kimi yenə də Azərbaycandan uğurlanan sərvətlərdən, milyardlardan və sizin balalarınızdan danışacaq, onların gələcəyindən danışacaq. Azərbaycanda başda oturan oğrulardan, kleptokratlardan danışacaq. Ona görə rahat oturun, çayınızı, nə bilim, sokunuzu, suyunuzu alın. Arxanıza yaslanın və kəmərlərinizi bağlayın. Görün bizi bunlar haraya sürükləyir. Xoş gördük yenidən. Deməli, əziz həmvətənlər, özünüz də gördüyünüz kimi verilişin başlığından, yəni milyardlar uğurlananda əslində nə uğurlanır? Bu qəşəng mövzudur və ona görə salam. Salam İmaməddin bəy, əleyküm salam bənzəli. Da bilməm adın nədir, elə deyirəm. İndi sizə bir sual verəcəm dostlar. Sadəcə sual deyil. Yaxşı, gəlin belə düşünək də. Düşünün ki, 1 milyard bu kleptokratlar Azərbaycanın büdcəsindən pul oğurlayıb. 20 il bundan qabaq. Təkcə o milyardı fikirləşəcək. Bugün o milyardın üstündən aparacaq. Bunlar demək olar ki, hər il bir neçə milyard uğurlayırlar. Amma mən yalnız 1 milyardı soruşacağım. Yəni 1 milyardı bunlardan soruşaq ki, 20 il bundan qabaq bunların götürdüyü 1 milyarda neçə məktəb tikmək olardı? Bunları hesablayacaq sizdən. Misal üçün də neçə xəstəxana tikmək olardı? Neçə xəstəxanalara avadanlıqlar almaq olardı həmin milyardların? Deyək ki, bunu biz istifadə edirik bu milyardı, bizə lazım deyil. Belə deyək ki, xərcləyirik Azərbaycan xalqı üçün məktəb tikdirməyə, xəstəxana tikdirməyə, avadanlıq almağa, məktəb uşaqlarına nə bilim kitablar almağa, müəllimlərin maaşını qaldırmağa, tələbələrə, nə bilim universitetlərə, hər şeyə, yollar çəkirik, infrastrukturanı düzəldirik, bütün hər şey. Bu 1 milyardla nələr etmək olar? İndi bir özümüz fikirləşirik. Bu başqa bir məsələdir. Mövzunun başqa bir məsələsidir. Yəni neçə yeni biznes üçün, baxın, insanlar 100 minə, 200 minə ehtiyacı var da, biznes qurmaq üçün, hansı ki, o biznes ona xeyir gətirə bilər. Bunlar 1 milyard uğurlayıb. İndi neçə biznesin əsası ola bilərdi o milyard hardasa? İndi onu özünüz hesablayacaqsınız. Mən sizdən hesablamıyorum. Mən sizə sadəcə danışıram ki, bunlar nəyə uğurlayıblar da? Bunlar hər il milyard uğurlayırlar. Hər il bir neçə milyard uğurlayırlar. Amma mən yalnız 20 il bundan öncəki milyardı deyirəm. Onunla nələr etmək olardı? İndi bir fikirləşin, o milyardı qoyduq bir kənara da. Deyək ki, biz heç nə tikdirmədik o milyardlarla. O milyardı düzgün istifadə eləsəydik. Misal üçün, aparıb Şveysariya banka qoysaydıq və yaxud da onları kreditə, dövrüyə buraxsaydıq, 10 milyard 20 ilə bizə nələr gətirərdi? Elə deyilmi? Mən onu anlatmaq istəyirəm ki, bunların uğurladığı milyard sadəcə pul deyil. Bunların uğurladığı milyard balalarımızın gələcəyidir. Korrupsioner, kleptokrat yalnız sizin bu gününüzü uğurlamır. Bunu göstərmək istəyirəm. Bunlar sizin gələcəyinizi uğurlayır. Balalarınızın gələcəyini uğurlayır. Baxın, 20 il bundan öncə uğurlanan Heydər Əliyevdən rejimi təhvil alanda İlham Əliyevin uğurladığı milyardlar bu günləri görün bizə nələr bəxş edə bilərdi. Amma onlar artıq yoxdur. Bunu 20 ilə vurun, görün bunlar ən azı çıxartmayıbsa ölkədən ən azı nə bilim bir 100 milyard falan çıxardıblar. Çünki 300 milyard Azərbaycana neftdən pul gəlib. 300 milyard. Başa düşürsünüz?
Bunun deyək ki, 1/3-ni heç mən inandırım sizi qoymayıblar. Qoymayıblar heç 1/3-ni ölkəyə. Dağıdıblar, hamısını qaçırdıblar. Yəni mən sizin beyninizdəki o təsəvvürü yaratmaq istəyirəm ki, görün bunların oğurladığının, baxın, 1 milyardla nə etmək olar da? Baxın, 1 milyardla bir 100 dənə evsizə ev tikmək olar. 100% tikmək olar. İstədiyi evi tikmək olar, elə deyilmi? Neçə dənə xəstəxana tikmək olar onunla? Neçə dənə nə bilim uşağın sosial problemini, ailənin sosial problemini, iqtisadi problemini həll etmək olar. Elə deyilmi? Baxın, indi bunlar həmin milyarddan yüzlərlə oğurlayıblar. Başa düşə bilirsinizmi? İndi sizin nələriniz olardı? Başa düşə bilirsinizmi? İndi sizin yeridiyiniz o asfalt, gəzdiyiniz o asfalt, onun küçələr, qıraqları həmin o qızıldan ola bilərdi. Sizin xəbəriniz varmı? Siz bilirsinizmi ki, Azərbaycanlı olaraq bax Azərbaycan xalq olaraq siz nə qədər dala düşürsüz? Gün ərzində bunları burada saxlamaqla. Bilirsinizmi? Bəzən pulun yaradacağı hansısa imkanlar, misal üçün də deyək ki, o 100 milyard hansı ki bizdən oğurlanıb, onun 50 milyardını qoyardıq. 50 milyard qoyardıq, misal üçün deyirəm, Azərbaycanın gələcəyi üçün hansısa bir dövlətə artıma, faizə, nə bilim, ay kişi kreditlər verərdik. Ölkəyə pulsuz kreditlər paylardıq. Neçə min, neçə 10 min ailə, neçə 100 min ailəni biz onu bizneslə çiçəkləndirərdik. Ölkə Avropadan bir 100 dəfə artıq rifahı daha yaxşı olardı. Elə deyilmi? Və bunlar bizə nə verdi? 1 milyard deyəndə milyard kağız deyil, milyard gələcəkdir. Milyard gələcəkdir, investisiyadır. Başa düşə bilirsinizmi? Bunlar milyardları oğurluyla, bu o demək deyil ki, kağız oğurladı. Mişoka qoydu, apardı, getdi. Və yaxud da torbaya doldurdu. Bunlar oğurladığı kilometrlərlə yollardır. Tələbələrdir. Bunlar oğurladığı o təhsil haqqını verməyən 30 min tələbə, hansı ki təhsil haqqını verə bilmədiyi üçün universitetlərdən, belə deyim də, aralanırlar. Belə deyim, universitetləri buraxırlar çünki verə bilmirlər. Ondan sonra Rusiya falan belə yerlərə gedirlər. Siz bilirsinizmi ki, bu kleptokrat deyirik, oğru deyirik, korrupsioner deyirik. Mən ən çox korrupsioner deyirəm. Bu əslində elə deyil. Bunlar mafiyadır, mafiya. Buna elə baxmaq lazımdır. Bunlar mafiyadır. Bunlar nə kleptokratdır, başa düşdük. Oğrudur, başa düşdük. Korrupsioner də başa düşdük. Bunlar başa düşməyin bunu. Bunlar oğrudur, mafiyadır bunlar. Başa düşürsünüz? Onların belə deyək, onlar öz üzvlərini qoruyan. Görürsüz, İlham Əliyevin yaxın ətrafına bir şey deyənmərsən, həmin həbs olunursan. Elə deyilmi? Elədir. Sədaqət, bir-birinə sədaqətlidirlər. Heç vaxt bir-birinin təəssüfünü geri verməzlər. Görürsən, danışan kimi başlayır İlham Əliyevi tərifləməyə. Və yaxud da İlham Əliyevə gedir şikayət edirsən, deyir ki, mənə deyin sizə kim nə eləyib. Sən gedir şikayət edirsən, yazırsan ki, İlham Əliyev məni öldürürlər, kişi bu kəndin ortasında məni bu günə qoyublar. 15 dəqiqədən sonra səni aparırlar oradan. Çünki sədaqətlidirlər. Çünki bunlar mafiyadılar. Bunların daxili, belə deyək də, qaydaları var özlərinin. Bunlar dövlət prinsipindən işləmir. Bunların işlədiyi prinsip mafiya prinsipidir. Başa düşdü? Bunların şəxsi sədaqəti falan da yoxdur bəlkə də. Öz aralarında bir-birinə qarşı. Hamısı sədaqətlidir böyüklərinə, o başqa məsələ. Amma bir-birinə qarşı sədaqət falan da yoxdur. O bir-birinə qarşı onların ümumi qanunları var. Öz içlərində. Podчинение ruslar deyir bu. Odur bunlarda. Başa düşürsünüz? Başqa ona görə Azərbaycanda bu sistem olduğuna görə, mafiya sistemi olduğuna görə hara gedirsən səndən pul istəyir, rüşvət istəyir, nə bilim sənə imtiyaz qazandırmaq üçün, nə bilim hansısa səni qabağa salmaq üçün korrupsiyaya səni qoşur.
Hər şey nə ilə işləyir? Səni tanıyıram, o məni tanıyır, mən onu tanıyıram, işləyir. Başa düşürsən? Mənim qohumum, onun qohumu, sənin qohumundan işləyir. Ölkə hamısı bax onların o deyək ki, o iç prinsipləridir. Bu onun qohumudur, onun qardaşıdır, onun əmisi oğludur filan. Başa düşürsən? Səni tanıyıram prinsipindəndir. Sən filan şeydə dəstədənsən, nə bilim, niyə mən bunu belə başa saldım? Ya ümumi sədaqət İlham Əliyevədir. Hamısının baş nazirlik başqa bir mafiyadır. Nə bilim, Fövqəladə Hallar Naziri başqa bir mafiyadır. Hamısı mafiyadır, özünüz görürsünüz. Hamısı ora sədaqətlidir. Amma bir-birinin arasında ümumi qanunlar var onların. Onlar onları ayaqlaya bilməzlər. Başa düşdün? O qanunları da qoyan odur, yuxarıda oturanları. Hansı ki, bu dəqiqə ölkəni idarə edir. Onlar heç vaxt bir-birinə qarşı gəlmirlər. Xoş gördük. Onlar heç bir vaxt bir-birinə qarşı gəlmirlər. Onlar bir-birinə qarşı gəlmək üçün hansısa bir böyük proses baş verməlidir. Ya Əliyev göstərməlidir ki, sən onu aradan qaldır. Başa düşürsünüz? Ondan başlayır. Ona görə də mən istəyirəm ki, siz anlayasınız. Bunlar kimdir? Bu başınızda oturanlar nə iş görür? Niyə gəliblər oraya? Bunların əsl hədəfi nədir? Bunların əsl hədəfi hansısa dövləti qorumaqdırmı, dövlət qurmaqdırmı, gələcək qurmaqdırmı, Şuşa tikməkdirmi? Yoxsa o Şuşanın üzərindən, Qarabağ üzərindən milyardları, trilyonlarla pulu ölkədən çıxartmaqdırmı? Buna baxmaq lazımdır, bunu araşdırmaq lazımdır. 1 milyard əslində 1 milyard deyil. 1 milyard onu kreditlərə buraxsan 10 ilə. Bax, İlham Əliyev 20 il bundan qabaq hakimiyyətə gəlsəydi, əgər o 1 milyardı biz səmərəli istifadə edə bilsəydik, indi o 1 milyard 100 milyardı keçmişdi 20 il ərzində. Siz xəbəriniz varmı? İtirdiyiniz nədir? Onun uğurladığı 100 milyardlar isə trilyonlarla, nə bilim, ucu bucağı olmayan pullar idi. Siz başa düşürsünüzmü? Siz necə yaşaya bilərdiniz? Siz nəyi əlinizlə kimlərə verirsiniz? Adamın trilyonlarla pulu çıxır ölkədən kənara. Heç ki, hamı susur. Elə belə heç nə baş verməyib. Ona görə deyirəm, milyard əslində milyard deyil, milyard əslində trilyondur. 20 il ərzində İlham Əliyev orada oturub onu səmərəli istifadə eləsəydi, o bizə 100 milyonlarla pul, 100 milyardlarla pul gətirərdi. 1 milyard, nə bilim 10 milyard gətirərdi. Onu kreditlərə versək, insanların imkanı üçün, nə bilim, gələcəyi üçün harasa sərmayə etsəydik. Doğru sərmayə etsəydik. İlham Əliyev kimi yox. Nəzlafanı tikib yarıçıq buraxır. Nə bilim, göl tikir, onu yarımçıq buraxır. İşıq zavodu tikir, onu yarımçıq buraxır. Ölkədə əlini hara atır? O kurtka satıram falan deyirdi. Bax, kurtkanı da elə buraxıb, bax o adam. O adam hələ bu günə kimi bir layihəni axıra çatdırmayıb. Nə dövlət layihəsini, nə öz korrupsiya layihələrini heç bir axıra çatdırmayıb. O neudachnik, o. Ruslar deyir, neudachnik. Bax, odur. Heç nəyini düz edə bilməyib o. Bunların öz içinin qanunları var, sədaqət qanunu var. Başa düşürsünüz? Bunlar hamısı, bunlar sistematik olaraq bizi, Azərbaycan xalqını ilim-ilim işləyir. Bunlar bizi daha çox çöktürmək üçün daha çox şeylərə, daha belə deyim, boğucu şeylərə əl atırlar. Daha çox boğsunlar. Qanun, baxın, deyirlər ki, bir şey deyəndə deyir, biz hər şeyi qanun çərçivəsində edirik. Qanun çərçivəsində. Yadınızdadır, bax, bu sözü fikirləşin. Kim, hansı danışırsa, bax, içlərindən hansı danışırsa, deyir ki, biz qanun çərçivəsində hər şey edirik. Baxın, Azərbaycan xalqı, qanun çərçivəsində demək, qanun demək, belə deyim də, həmişə ədalətli demək deyil. Başa düşürsünüz? Onlar deyə bilər, hə, biz hər şeyi qanuni etmişik. Düz deyirlər, qanuni ediblər. Amma orada bir sual var. Və o qanunu sən çıxartmısan öz xeyrinə. O qanun, belə deyək də, konstitusiyaya uyğundurmu? Kim qəbul edib o qanunu? Necə qəbul etdin? Azərbaycan xalqı edib o qanunu. Kim qəbul edib onu? Baxın, o sualları verməlisiniz. O qanunu kim hazırlayıb? O sualı verməlisən.
Qanunun konstitusiyaya uyğunluğuna baxmalısan. Qanunla etmişik demək, İlham Əliyev o günləri bir qanun çıxardıb ki, istədiyi adamı aparıb belə deyək də, psixi bolnitsada, xəstəxanada üzr istəyirəm. Mən dilim rus dilini danışdığım üçün qurusun. Çünki dilimdə qalıb həmişə belədir. Rus sözləri işlədirəm. Xahiş edirəm bağışlayasınız. Mən özümdən asılı deyiləm. Mən özümdən və yəni ona görə bilmirəm. Ay kişi, bu qanun demək, İlham Əliyev indi çıxardıb xəstəxanaları sizi aparıb yoxlada bilər. Elə deyilmi? Sizi aparır xəstəxanalarda istədiyi vaxt yoxladıb, istədiyi vaxt oradan dəlixanaya qoya bilər. Çünki sizin heç öz razılığınız olmadan belə İlham Əliyev bunu edər. Bu qanunu demək deyil, bu mafiyadır. Başa düşürsünüz? Bunu ona görə mən başa salmaq istəyirəm ki, mafiya nədir, dövlət nədir? Başa düşürsünüz? Bu dövlət deyil. Azərbaycan dövlət deyil. Bunu anlayın. Azərbaycan adlı məmləkətdə dövlət yoxdur. Mən o dövlətə hansısa söz deyəndə heç kim inciməsin. Dövlət belə olmur. Dövlət başqa bir varlıq falan deyil. Dövlət xalq deyil. Yalandan deyirik xalqdır. Yox. Dövlət o deyil. Bir şey olan kimi dövləti xalqa calayırlar ki, dövlət xalqdır. Yox, dövlət xalqın yaratdığı mexanizmdir. Başa düşürsünüz? Dövlət onu yaradır, sonra o insanlar dövləti yaradır, sonra o mexanizmlər başlayır insanları idarə etməyə. Yoxdur, o institutlar yoxdur. Çöküb, o institutların sadəcə binaları var. O binaların içində oturanlar kleptokratlar, oğrular, rüşvətxorlar, hamısı İlham Əliyevin qrupu, öz ailəsinin ətrafı, gəlinləri, baldızları, qızları, əmisi qızları, dayısı qızları, bütün onlar da oturanlar. Bunlar mafiyadır. Bunlar hökumət falan deyil. Azərbaycanda dövlət falan yoxdur. Bir şeydən də şey də deyir, bu hətta nədir o, kimdir o? Müxalifətçilər. Yoxdur, dövlətlə hakimiyyəti qarışdırmıram. Mən dövlətlə hakimiyyəti qarışdırmıram. Hakimiyyət idarə edən hansısa bir mexanizm gəlib cəhənnəm oldu, 5 il idarə elədi, getdi. O başqa məsələ. Dövlət xalq deyil. Yalandan dövlətə xalq adı vurub. Nə dövləti bəzəməyin, yalan danışmayın. O mexanizmləri dövlət qurmayıb. Azərbaycanda dövlətlər Azərbaycan xalqı qurmayıb. Başa düşürsüz? Yoxdur dövlət, qanun da yoxdur, heç nə yoxdur, hüquq da yoxdur, hökumət də yoxdur. Yoxdur Azərbaycanda heç nə. Kim Azərbaycanda fəhlədir istədiyi kimi hərəkət edir. Çünki pulu var, gedir birini öldürür. O günləri bir qoca xanım çıxmışdı. Üzr istəyin, adını da bilmədim, yadımdan çıxdı. Xanım deyir ki, mənim oğlumu öldürən deyir ki, 70 min verib çıxmışam, əcəb eləmişəm. Bu mafiyadır bura. Bura dəlixanadır, başa düşürsünüz? Bu ölkə deyil. Nə qanun, nə filan. Bu hamı üçün təhlükədir. Bu ölkə hamı üçün təhlükədir. Bizim üçün, balalarımız üçün, gələcəyimiz üçün, hər şey üçün təhlükədir. Başa düşürsünüz? Peşəkarlar üçün təhlükədir. Nə bilim, biznesmen deyirsiniz, kim deyirsiniz, onlar üçün təhlükədir. Hər şey, baxın, ölkədə heç nə yoxdur. Ölkə yalnız bir adamın maraqlarına, onun nə bilim, yuxudan necə oyanmasına, bundan asılıdır bir ölkə. Deyirlər, İlham Əliyev getsə Azərbaycan batar. Allah haqqı düz deyirlər, batar. Çünki Azərbaycan batacaq. Çünki İlham Əliyev getsə hansı institut qalıb işləyə bilər? Polis qala bilərmi? Məhkəmə qala bilərmi? Nə bilim, istədiyiniz deyək, seçki komitəsi yerində qala bilərmi? Ondan sonra nə bilim, hərbi yerində qala bilərmi? Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi qalıb işləyə bilərmi? İşləyə bilməz, çökəcək Azərbaycan. İlham Əliyev kimi gedən kimi çökəcək. Çünki ona bütün sistem, bütün deyək ki, institutlar ona bağlıdır. Əlbəttə ki, İlham Əliyev gedən kimi dağılacaq bu dövlət. Çünki dövlət deyil. Hamısı ondan asılı olan şeylərdir. Bütün institutlar ondan asılıdır. Bütün qərarlar ondan asılıdır. Ona görə də Azərbaycan xalqı bilməlidir. Kimdir onun önündəki? Milyardlar təkcə milyardlar deyil. Deyək ki, bir peşəkar var da, bu nəsə hansısa bir iş görmək istəyir. Başlayır işi görməyə, bir layihə yaradır, qoyur ortaya. Ortaya çıxardanda o birisi gəlir, heç bir şey etməmiş bir adam gəlir, o belə deyək, tenderi udur.
Adam yana-yana qalır, əlinlə düzəltdiyi hər şey qaldı kənarda. İlham Əliyev götürüb bacısı oğlunun, nəvəsinin xalası qızına verdi tenderi.